qrammatik mənasına görə özünün xüsusi bir qrammatik mənası yoxdur. Hansı nitq hissəsini əvəz edirsə, həmin nitq hissəsinin də xüsusiyyətlərini daşıyır. Məsələn, ismi ən çox əsas nitq hissələrini əvəz eləyir. İsmi əvəz eləyirsə, ismi xüsusiyyətini daşıyır. Sifəti əvəz eləyirsə, sifətin suallarına cavab verir, sifətə aid xüsusiyyətləri daşıyır. Təbii ki, hamısını da daşımasa da müəyyən qədərini daşıyır. Əvəzliyin quruluşuna görə 3 növü var. Sadə, düzəltmə və mürəkkəb əvəzliklər. Sadə əvəzliklər məsələn mən, sən, o, biz, hamı, hərə bunlardır. Mürəkkəblər məsələn heç kim, heç nə, kimisə, nə isə. Düzəltmələrsə zərf əvəzlik düzəldən şəkilçi yoxdur. Amma 1-2 dənə əvəzliklər var. Məsələn neçənci, kimsə, bu tiplilər biri düzəltmə sayılır. Əvəzliyin mənasına görə isə 5 növü var. Şəxs əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, işarə əvəzlikləri, sual əvəzlikləri və təyin əvəzliklər. Deməli, gəlin danışaq. Burada sizdən nə xahiş olunur? Burada sizdən o xahiş olunur ki, yaxşı-yaxşı öyrənəsiniz. Şəxs əvəzliyi hansıdır, işarə əvəzliyi hansıdır? Bunların hamısına yaxşı-yaxşı fikir verəsiniz. Şəxs əvəzlikləri 3 şəxs olaraq qruplara bölünür və tək və cəm olmaqla. Mən, sən, o, biz, siz və onlar. Şəxs əvəzlikləri ismə aid xüsusiyyətləri daşıyır. Yəni kim, nə suallarından birinə cavab verir. İsim kimi hallanır, xəbərli şəkilçisi qəbul edir. Mənsubiyyətə görə dəyişmir. Bəziləri cəmlənə bilir, bəziləri cəmlənə bilmir. Sonra gəlirəm. Qeyri-müəyyən əvəzliklər. Adından da göründüyü kimi qeyri-müəyyən əvəzlər qeyri-müəyyən şəxsi bildirir. O da ismin sualına cavab verir, ismin xüsusiyyətlərini daşıyır. Bəziləri hallanır, bəziləri mənsubiyyətə görə dəyişir. Yəni hamısı hallanır, hamısı mənsubiyyətə görə dəyişir. Fikri yanlışdır. Bəziləri hallana bilir, bəziləri hallana bilmir. Yəni hamısı hallanır, hamısı mənsubiyyətə görə dəyişir. Fikri yanlışdır. Bunu götürmürsünüz. Sonra qeyri-müəyyənlər məsələn hamı, heç kim, heç nə, hərə, biri, bəzi. Sonra nə deyə bilərəm? Kimsə, nə isə bu tiplər qeyri-müəyyən əvəzliklərə aiddir. Sonra gəlirəm işarə əvəzlikləri. İşarə etmək məqsədi ilə işlədilən əvəzliklərə işarə əvəzlikləri deyilir. O, bu, elə, belə, həmin işarə əvəzlikləridir. O, bu isimlə sifət əvəz eləyir. Elə, belə, sifətlə zərf əvəz eləyir. Həmin isə ən çox sifət əvəz eləyir. Amma yerinə görə sayı, feili sifəti də əvəz eləyə bilər. Bunları əzbər öyrənməlisiniz. Məsələn, elə getdi, elə getdi. Feilə tabi olduğuna görə zərfdir. Burada elə sözü zərf kimidir. Və yaxud da elə adam ismə tabi olduğuna görə burada işlənib sifət. Yəni ismin qarşısına gələrsə sifətdir, feilin qarşısına gəlib feili izah eləyərsə zərfdir. Sonra danışıram sual əvəzliklərinə. Bu ən asandır. Sual əvəzlikləri sual vermək məqsədi ilə işlədilən cümlələrdə işlənir. Sual əvəzlikləri. Bütün sualları sual əvəzliyində cəmlənir. Yəni ismin sualları kim, nə, hara sual əvəzliyindədir. Feilin sualları nə etdi, nə edir, nə edəcək, sifətin sualları, sayın sualları, yəni ümumi zərfin sualları hamısı burada cəmləşir. Sual əvəzliyi, əvəzliyin yeganə məna növüdür ki, əvəzliyin özünü belə əvəz eləyə bilər. Məsələn, deyirəm, mən gedirəm. İndi burada mən əvəzliyini kimlə əvəz eləyə bilərəm də, kim gedir? Əvəzliyin yeganə məna növüdür ki, öz-özünü əvəz eləyə bilər. Sonra gəlirəm təyin əvəzliklərə. Təyin əvəzliklər əşyanı ümumi şəkildə ifadə eləyən əvəzliklərdir. Ümumi şəkildə ifadə edir təyin əvəzliklər. Hər, bütün, filan, öz, bəzi mənbələrdə də eynini də yazırlar. Ən çox sifət əvəz eləyir təyin əvəzliklər. Amma öz əvəzliyi istisna olaraq mənsubə şəkilçisi qəbul elədikdən sonra ismi də əvəz eləyə bilər. Məsələn, özümüz dərsə qoşulduq. Özüm hazırlamışam.
Belə normalda öz kitabım, hansı kitabım? Amma özümüz dərsə qoşulmuşuq. Kim? Mənsubiyyət şəkilçisi qəbul edildikdən sonra ismi xüsusiyyətini daşımış hesab olunur.